Deməli, bugünkü dərsimiz dərsin hissələri. Fiziki tərbiyə dərsi fənnin məzmun xəttləri, üzvü əlaqədə tədrisini təmin edən pedaqoji prosesdir. Ümumi dərsimizin 4 dənə hissəsi var fiziki tərbiyə dərsinin. Yəni bu kurikuluma aid deyil, orada dərsin 7 mərhələsi var. Mərhələ başqa, hissə başqa. Bunu bir-birinə qarışdırmayın. Dərsin 7 mərhələsi deyəni, yəni bunu nəzərə almır. Dərsin hissəsi deyir. Fiziki tərbiyə dərsini 4 hissəyə bölürük. Giriş, adı üstündə, yəni başlanğıc, giriş, dərs indi başlayırıq. Sonra hazırlayıcı, əsas, tamamlayıcı. Bu bizim dərsimizin hissələridir. İndi baxaq giriş hissə. Dərsin giriş hissəsində dərsin məqsədi, məzmunu izah olunur. Bax, görürsünüzmü? Sadəcə məlumat verir. Burada dərsin məqsədi deyirsə, məqsədini həyata keçirmirik. Sadəcə onun haqqında izah verirsə, deməli, bu nə oldu? Giriş hissə. Şagirdlərdən motivasiya veririk. Motivasiya formalaşdırdıq. Dərs prosesində istifadə olunacaq hərəkətlərin orqanizmə təsirinin qısa xarakteristikası verilir. Nə demək istəyir? Məsələn, deyək ki, sürət-güc qabiliyyəti keçirik. Biz uşaqlara motivasiya veririk. Uşaqlar, sürət-güclə məşğul olsaq bizə nə olacaq? Və hərəkətin qısa deyək, xarakteristikasını izah edirik, orqanizmə təsirinin. Uşaqlar, bu günlər ayaq əzələrimizin inkişafına aid oyunlar keçirsə, bu hərəkətlərdən istifadə eləsə, bu nəyə gətirib çıxardır? Ayaq əzələrimizin böyüməsinə, bu da sürət-güc qabiliyyətində yaxşı tullanmaq üçün nəzərə alına bilər. Bax, gördünüzmü, uşaqlara motivasiya verdim. Dərsin məqsədini izah elədim ki, bu günləri sürət-güc qabiliyyəti, məqsədimiz də budur, aşağı ətraf, yuxarı ətrafları inkişaf etdirmək, məsəl üçün. Qısa xarakteristikasını verdim ki, bu bizə nə xeyr dəyə bilər, yəni bu hərəkətləri. Sonra, giriş hissəsi şagirdlərin təlim tərbiyəsində xüsusi yer tutur. Giriş hissədə, bu təlim tərbiyəsi hamısında var, o heç. Əsas vaxtı yadda saxlayın. Giriş hissənin vaxtı 3-5 dəqiqədir. 3-5 dəqiqə ərzində eləmək lazımdır. Minimum 3, maksimum 5 dəqiqə ərzində aparılır. Giriş hissənin strukturu dərsdə həyata keçiriləcək standartlarla əlaqəli informasiya təminatı nəzərbəçilərin verilməsi motivi formalaşdırılır. Dərsin motivasiyası formalaşdırılır. Şagird təxəyyül yaranır ki, günlər nə keçəcəyik. Gördünüzmü? Məlumat harda verir ancaq? Giriş hissədə. Yəni, mən burada heç də keçirtmirəm, nə oyun oynadıram, nə bir şey, sadəcə izah verirəm. Əgər dərsin məqsədi reallaşdırır desə, götürürük burada əsas hissəni. Amma dərsin məqsədi haqqında məlumat veririksə, məlumat xarakteri əsasən giriş hissədir. Nəzəri biliklər verir şagirdə. Nəzəri, yəni sözlə də, nəsə beyinlə cəhətdən, yəni bilik veririk. Bu olur giriş hissədə. Deməli, müəllim fəaliyyəti, şagird fəaliyyəti ən çox müəllimlərin işə qəbuluna düşən suallardandır. Müəllim-şagird fəaliyyəti demək olar ki, başqa iş nədə düşmür onsuz da ən çox bunlardır. Deməli, baxaq görə müəllimin işi nədir, şagirdin işi nədir? Bunlar açar sözdən öyrənmək lazımdır, ilk öncə onu da deyək. Bax, dərsin məqsədini, istifadə olunacaq fəaliyyətin növlərini, hərəkətləri, qaydaları izah edir, motivasiya formalaşdırır. Müəllimin işi budur. Motivasiyanı müəllimi verməlidir? Bəli. Fəaliyyəti, istifadə olunacaq hərəkətləri, qaydaları izah eləyir. İzah eləyən kimdir? Həmişə izah eləyən müəllimdir. Biz hardan bilək ki, sual düşür, məsələn deyir, hərəkətləri və qaydaları izah eləyir. Biz hardan bilək ki, bu kimin fəaliyyətidir və hansı hissədir? Deməli, bu olacaqdır giriş hissə, izah həmişə giriş hissədə verilir. Məlumat, izah, hərəkət qaydaları, motivasiya formalaşdırması həmişə giriş hissədə olur. İzah verirəmsə, giriş hissə. Yaxşı, hardan bilək ki, müəllimin fəaliyyəti izahı müəllim verir. Anlayan tərəf şagirddir həmişə. Deməli, biz tapdıq ki, izah verirsə, giriş hissədə olmalıdır. Motivasiya verirsə, giriş hissədə olmalıdır. Kim eləyir bunları? Həmişə müəllim eləyir. Motivasiyanı verən, formalaşdıran, şagirdləri həvəsləndirən müəllimdir. İzah eləyən tərəf müəllimdir. İndi baxaq şagird fəaliyyətinə. Şagird fəaliyyətində hərəkətdə oyunların istifadəsini anlayır. Anlayan tərəf kimdir? İzah eləyən müəllimdirsə, müəllim qəşəng izah eləyibsə, şagird anlayan tərəfdir. Deməli, hərəkətdə və oyunların istifadəsini anlayan şagird olacaq həmişə. Dərsdə fəaliyyətini planlayır. Dərsin başlanğıcıdır. Şagird planlayır ki, müəllim günləri bizə sürət-güc qabiliyyəti aşağı ətraf keçəcəkdir. Və bu hərəkətlərdən deyək ki, istifadə eləyəcəyik dərsin əsas hissəsində. Şagird planlayır. Mən hərəkəti necə eləsəm daha rahat olar, oyunda komandama qalibiyyət gətirə bilərəm, həvəslənir, planlayır. Planı həmişə qabaqcadan mı qoruq müəllimlər? Mən məsələn, səhəri planım nədir?
Gedəcəm məktəbə, bu dərsim var, bu dərsim var, bu birisi var, bunları keçəcəm. Sonra da gələcəm evə, nə bilim, yemək yeyəcəm, o birisi dərsə girəcəm. Fəaliyyəti planlayırammı? Planı həmişə nə vaxt qururlar? Qabaqcadan. Şagird də onu eləyir. Dərsin əsas hissəsində nə eləyəcəksə onu planladı və ya digər hissələrində. Planı nə vaxt qururuq? Dərsin giriş hissəsində. Dərsdə fəaliyyət kimin fəaliyyətidir? Yəni hərəkəti kim eləyir, oyunu kim oynayır? Şagird. Deməli, dərsdə fəaliyyətini planlayır. Şagird fəaliyyəti dərsimizin giriş hissəsi. Deməli, izah eləyir deyir. Bu oldu müəllim giriş hissə, motivasiya yaradır müəllim giriş hissə, izah eləyən tərəf həmişə müəllimdir. Şagirdin işi nədir? Anlayan müəllim izah eləyirsə giriş hissədir. Şagird elə həmən hissədə anlayır da. Yəni sonra bir gün keçəndən sonra deməyəcək, "Bu müəllim bunu deyir." Yəni belə olmur. Hərəkətdə bu oyunlarda istifadəni anlayır. Anlayan tərəf şagirddir. Dərsdə fəaliyyətini planlayır. Planı qabaqdan qoyurlar ki, bu günləri nə edəcəm? Mənim məqsədim nədir? Bu da deməli giriş hissəyə şagirdə aiddir. Hazırlayıcı hissəyə baxaq. Hazırlayıcı hissənin strukturu. Burada nələrdən istifadə edir? Sıra, ümumi inkişaf, xüsusi hazırlayıcı, hərəkətlərin yerinə yetirilməsi vasitəsilə şagird orqanizminin əsas fiziki yükün icrasına hazırlanması. Hazırlayıcı hissənin vaxtı 8-10 dəqiqədir. Bu option 45 dəqiqəni elə bir bölüblər 4 hissəyə. Giriş hissə idi 3-5 dəqiqə, minimum 3, maksimum 5. Hazırlayıcı hissə 8-10 dəqiqə ola bilər. Ərzində keçirilir. Hazırlayıcı hissədə keçirilən hərəkətlər, yeriş, tez-tez yeriş, qaçış, yeriş zamanı yerində gövdə yuxarı ətraf əzələləri üçün hərəkətlər verə bilərik. Yəni bu isinmə hərəkətlərinə aid hərəkətlər verir əsasən. Əşyasız və əşyalarla hərəkətlər, gimnastika skamyası və divarında hərəkətlər, hoppanmalar, rəqs hərəkətləri və ümumi vektirici hərəkətlərdən istifadə edə bilir. Hazırlayıcı isə məqsəd odur ki, hərəkət yerinə yetirsin. Məqsəd nədir? Hazırlayıcı. Dərsin əsas hissəsinə şagirdi hazırlayırıq. Bədənin qızışdırılması hərəkətləri, sonra ümumi vektirici, hazırlayıcı hərəkətlər, rəqs hərəkətləri, hoppanmalar, tullanmalar. Məqsəd nədir? Bədən qızışsın. Baxaq indi müəllim və şagird fəaliyyətinə. Hərəkətlərin icra ardıcıllığını müəyyən eləyir. Hərəkətlərin ardıcıllığını kim verir həmişə? Müəllim. Şagird eləsə nə olar? Mənim bir şagirdim var 5-ci sinifdə, indi 9-dular. Deməli o uşaq deyirdim ki, futbol oynamanın dərdindən uşaqlara deyirdim ki, İmam Əli çıx hərəkət ver. İmam Əli nə edirdi? Bir dənə baş hərəkəti verirdi 1 2 3 4, tezdə keçdi ayağa ki, müəllim qurtardıq. Uşaq verəndə belə olur. Hərəkətlərin icra ardıcılığı necə olmalıdır? Bir də yadınızda qalsın. Səhər gimnastikası zamanı da elə ümumi hərəkətlərdir. Birinci başdan başlayır, sonra qol əzələləri, sonra gövdə, sonra ayaqlar, sonra da tullanma. Yerində tullanma hərəkətləri istifadə edə bilərik. Ardıcılığı kim müəyyən edirəm ki? Müəllim. Şagird eləyəndə elə eləyir. 5 dəqiqə, 3 dəqiqə qutarır. Deyir müəllim, topu ver, futbol oynayaq. Olmaz elə. Hərəkətlərin icra ardıcılığını müəyyən edən müəllimdir. Hardan bilək ki, hazırlayıcı hissədədir? Hərəkətlərdən söhbət gedirsə, izah vermir ki, yox. Hərəkətlərin icra ardıcıllığı nə zaman olur? Hazırlayıcı hərəkətlər eləyən zaman, yəni qızışdırıcı hərəkətlər, ümumi hərəkətlər zamanı istifadə edirik. Ardıcılığı müəllim eləyir. Bunlar da həmişə hazırlayıcı hissədə eləyir. Deməli, müəyyən eləyən müəllim oldu. Hərəkətin icra ardıcılığı deyilsə, hərəkət varsa, deməli hazırlayıcı hissədə olacaq. Sonra, ümumi hərəkətlərini nümayiş etdirir. Nümayiş sözü göstərmək deməkdir. Göstərən həmişə müəllimdir, icra eləyən şagirddir. Müəllim göstərir ki, bax uşaqlar, bax hərəkəti belə eləmək lazımdır. Güzgü qaydasında zətdə var müəllim göstərən tərəfdir. Ümumi hərəkətləri nümayiş etdirirsə, yəni göstərirsə, kimin işidir? Müəllimin işidir. Hardadır? Ümumi hərəkətlər harda olurdu? Hərəkətlər əsasən ümumi hərəkətləri hazırlayıcı, qızışdırıcı, bunlar həmişə hazırlayıcı hissədə olur. Deməli, olacaqdır. Hazırlayıcı isə nümayiş etdirən də müəllimsə, deməli nümayiş etdirən tapırıq ki, müəllim hazırlayıcı hissədə bunu eləyir. Sırada və cərgədə irəliləməni təşkil eləyir. Həmişə yadda qalsın. Təşkil, təmin, tərtib. Kimin işidir? Həmişə müəllim eləyir. Şagirdin işi icra eləməkdir. Təşkil, təmin, tərtib. Kimin işi oldu? Müəllimin işi. Deyir, sırada və cərgədə irəliləməni təşkil eləyir. Biz hardan bilək ki, bu kimin fəaliyyətidir? Təşkil, təmin, tərtib. Bu 3 sözdən bilirik ki, burada da təşkil yazılıb, müəllimin işidir. Bəs hardan bilək ki, hansı hissəyə aiddir? Sırada və cərgədə. Sıra və cərgə hərəkətləri əsasən nə zaman olur? Dərsin hazırlayıcı hissəsində. Deməli, sırada və cərgədə irəliləməni təşkil eləyirsə və ya tərtib eləyir, təmin eləyirsə, kimin işidir?
Müəllimin işi hazırlayıcı hissədə, sırada və cərgədə. Sıra və cərgə hərəkətləri əsasən orada olur. Ümumi çap hərəkətləridir, qızışdırıcı, hazırlayıcı hərəkətlər hamısı olur hazırlayıcı hissədə. Sonra 4-ə baxaq. Şagird orqanizminin əsas fiziki üçün qəbuluna qızışmasını hazırlayır. Müəllimlər, şagirdin orqanizmi hansı hissədə qızışdırdı? Adı üstündə. Hazırlayıcı hissədə, çünki burada qızışdırıcı hərəkətlərdən, ümumi çap hərəkətlərdən istifadə edilir. Yəni hazırlayıcı hərəkətlərdən. Bu deməli, buradan bildik ki, bu hansı hissəyə aiddir? Hazırlayıcı hissəyə. Yaxşı, hazırlayır sözündən də elə başa düşə bilərsiniz, rahat tapmaq üçün. Hazırlayırsa, deməli olur hazırlayıcı hissə. Yaxşı, kim hazırlayır? Müəllim. Şagird orqanizmini əsas fiziki üçün qəbuluna, qızışmasına hazırlayır. Kim? Müəllim hazırlayır. Deməli, hansı hissə oldu? Hazırlayıcı hissə müəllim. Müəllim uşağın bədəni qızışdırmalıdır ki, hərəkətlər eləyəndə zədələnməsin, burxulmalar olmasın. Sonra yeriş və qaçış hərəkətlərinin müxtəlifliyindən istifadə edir. İstifadə edən müəllimdir. Yəni fərqli hərəkətlər verir, tez-tez yeriş, qaçış, rəqs hərəkətləri verir ki, hoppamalar verir ki, nə olsun nəticədə şagirdin bədəni qızışsın. Bu da nə aiddir? Hazırlayıcı hissə müəllim fəaliyyəti. İndi şagird hərəkətlərinin fəaliyyətinə baxaq. Şagird fəaliyyətinə deyir ki, sıra, ümumi inkişaf, hazırlayıcı hərəkətləri icra edir. Bax, necə demişdim? İcra eləyən kimdir müəllimlər? İcra eləyən həmişə şagird olur. İndi hardan bilək ki, hazırlayıcı hissədir? Sıra, ümumi inkişaf, hazırlayıcı. Yəni, bu hərəkətlər harada istifadə edirik? Dərsin hazırlayıcı hissəsində. Deməli, sıra, ümumi inkişaf, hazırlayıcı. Bu sözlərdən bildik ki, hazırlayıcı hissəyə aiddir. İcra edən kim idi? Şagird. Buradan da bildik ki, şagird fəaliyyəti hazırlayıcı hissəyə aiddir. Sonra, hərəkət fəaliyyətini qaydalar çərçivəsində qurur. Giriş hissədə hərəkət var idi. Əsasən şagirdləri düzürdük, başlayırıq dərsi izah eləməyə. Burada fəaliyyət var. Fəaliyyətini qaydalar çərçivəsində qurursa, bu da olacaq hazırlayıcı hissə şagirdin işidir. Quran icra edən şagirddir. Təmin, tərtib, təşkil eləyən əsasən müəllim olur. Sonra, bura qədər aydındır yəqin ki, sonra baxaq əsas hissənin strukturuna. Hazırlayıcı getdi, giriş getdi, qaldı bir dənə əsas və tamamlayıcı. 4 hissəydi axı. Deməli, əsas hissənin strukturu. Əsas hissə inkişafı nəzərdə tutulan hərəkət qabiliyyət, texniki elementlərin öyrədilməsi, idman növü texniki elementlərin yəni, öyrədilməsi, möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün, fiziki üçün zəruri həcmdə və intensivdə yerinə yetirilməsi, əsas hissə 20-25 dəqiqə ərzində yerinə yetirilir. Ən çox dərsin məqsədi nədir? Əsas hissədə reallaşdırılır. Dərsin ən çox vaxtda bu hissəyə verilir. 20-25 dəqiqə. Burada nə edirik? Hərəkət texnikası təkmilləşdirilirdi idman növlərinə aid. Sonra hərəkət qabiliyyətləri inkişaf etdirilirdi. Fiziki üçün zəruri həcmdə və intensivdə yerinə yetirilirdi. Fiziki üçün həcmi. Sonra qeyd etməliyik ki, fizik tərbiyə dərsinin effektli olması üçün əsas hissənin düzgün təşkilatı təşkilindən asılıdır. Yəni, çünki burada əsasən hərəkət qabiliyyətlərdir, hərəkət texnikası vərdişlər yiyələnirdi. Şagirdlər təkmilləşdirirdi onu. Çünki əsas hissədə qarşıya qoyulmuş başlıca vəzifələr hərəkət texnikasının öyrədilməsi bax dediyimi deyir. Kimi vacib olan bir prosesi həyata keçirir, fiziki hərəkət keyfiyyətləri inkişaf etdirilir. Əsas hissədə yerinə yetirilən mühüm vəzifələr. Nə edirik burada? Fizik tərbiyə üzrə ardıcıl sürətdə yeni biliklər mənimsənilir, bizə lazım olacaq. Bacarıqlar qazanılır və vərdişlər aşılanır. Hərəkət texnikasının öyrədilməsi, vərdişdir, bacarıqlarda hamısı olur əsas hissədə. Onun haqqında məlumat versəydi, girişi götürərdik. Məlumat vermir, burada hərəkəti yerinə yetirir, göstərir. Hərəkət var burada, icra edir şagird, oyun oynayırlar, komandalara bölür müəllim. Bunlardan söhbət gedirsə dərsin əsas hissəsinə aiddir. 2. Mənimsənilmiş hərəkət vərdişlər formalaşdırılır. Nə edirik? Vərdişləri harda yiyələniləndik? Vərdişlər formalaşdırdıq. Hərəkətlərin yerinə yetirilməsi texnikası və onun təkmilləşdirilməsinin başa çatdırılır. Hərəkət texnikasını öyrəndik, yerinə yetirdiyi hərəkətləri, vərdişləri aşıladıq özümüzdə. Bu nə oldu? Bu da olacaqdır əsas hissədə. Fiziki hərəkətlər üzrə tədris materialları daha da dərinləşdirilir. Daha da dərindən öyrənsən.
Məsələn, qüvvə haqqında məlumatdan var, artıq onun hərəkətlərini dərindən öyrənsən və ya voleybolu artıq qaydalarını öyrənirsən, texnikasını dərindən öyrənirsən, bundan söhbət gedir. Hərəkətlər tədricən kəmiyyətlə artırılır, yəni yavaş-yavaş artırmaq lazımdır. 4-də deyək ki, sürət, sürətli zərgən, yəni hərəkə qabiliyyətlər, yəni və s. bunlar inkişaf etdirilir. Şagirdlərin fiziki hazırlığı və fiziki inkişafı yüksəldilir. Hərəkə qabiliyyətlərinin inkişafı avtomatik fiziki hazırlığına da gətirib çıxardır. Ona görə möhkəm iradə, əxlaqi, mənəvi, estetik keyfiyyətlər və əmək sevərlik tərbiyə olunur. Bu əsas hissənin vəzifələri. İndi baxaq müəllim və şagird fəaliyyəti. Görək kim nə işə baxır. Bax, hərəkətləri nümayiş etdirir. 2 yerdə var. Bax, biri var. Hərəkətləri nümayiş etdirir. Bu əsasən olur hazırlayıcı hissədə də və əsas hissədə, ikisində də var. Hərəkətlər nümayiş etdirirsə, ikisində də var. Çünki orada da hərəkət nümayiş etdirir, burada da. Orada məsələn, ümumkəv hərəkətləri nümayiş etdirirdi, şagird baxırdı. Nümayiş nə idi? Göstərmə. Müəllim eləyirdi, şagird baxırdı, yerinə yetirirdi. Əsas hissədə də yenə hərəkətləri nümayiş etdirən kimdir? Müəllim. Burada da nə edir? Burada da məsələn voleybol topunun necə servis vurulmasını öyrədə bilər şagirdlərə və qüvvəyə aid bir hərəkət göstərə bilər şagirdə. Deməli, nümayiş etdirir 2 yerdə də var. Əsas hissədə də var, hazırlayıcı hissədə də var. Sonra dərsdə yarışacaq komandalar və qrupları müəyyənləşdirir. Məsələn, sıra hərəkətlərinin adı yerinə yetirdi, ümumkəv hərəkətlərini yerinə yetirdi. Sonra şagirdləri komandalara bölür. Bunu da harda eləyir? Bunu da eləyir əsas hissədə. Kimə eləməlidir? Əgər şagird eləsə nə olardı? Şagird eləsə, güclüləri çox vaxt belə eləyir. Biraz yekəxana uşaqlar olur. Güclü uşaqlar özünə götürür, zəifləri o birisi komandaya verir. Məqsəd nədir? Bəzi uşaqlar çünki uduzmaq hissini istəmirlər. Uduzmağı xoşlamırlar ona görə. Ona görə də komandaları kim bölməlidir? Qruplara bölməlidir, komandalara bölməlidir. Bu işi eləyən müəllimdir. Dərsin hansı hissəsində? Əsas hissədə eləyir. Bu hazırlayıcı hissə bəzi müəllimlər deyir, bu mümkün deyil. Hazırlayıcı hissənin onsuz da 10 dəqiqə vaxtı var. Məqsəd odur bədən qızışdırılsın. Və mən onda da gətirib bir 3-4 dəqiqədə komandan bölürəmsə, da burada hansı bədən qızışdı? Hansı nahiyəmiz ümumkəv hərəkətlər elədik ki? Ona görə də olmaz. Dərsin məqsədi, məqsədinə uyğun hərəkətlər, oyunların vasitəsilə hərəkə qabiliyyətləri inkişafı təmin eləyir. Hərəkə qabiliyyətləri inkişafı dərsin hansı hissəsinə aid idi? Hərəkət texnikası idi, hərəkə qabiliyyətlərinin inkişafı, vərdişlərə yiyələnmə dərsin əsas hissəsindədir. Hərəkə qabiliyyətlərinin inkişafı deyirsə, deməli əsas hissəni artıq reallaşdırıb təmin edir. Təmin, tərtib, təşkil kimin işidir? Müəllimin işidir. Buradan da bildik ki, artıq bu dərsin əsas hissəsinə aiddir, müəllim fəaliyyətidir. Fərdi qiymətləndirmə aparır. Fərdi qiymətləndirmə aparır. Bu da kimə aiddir? Müəllimin işinə aiddir. Qiyməti verən kimdir? Müəllimdir. Yaxşı, biz hardan bilək ki, sovat qaçdırırlar, bunu deyirlər ki, tamamlayıcı hissəyə aiddir. Bu hardan bilək ki, bəs bu niyə əsas hissə yox, daha doğrusu tamamlayıcı yox, əsas hissəyə aiddir. Deməli, fərdi qiymətləndirmə aparır. Çox vaxtı müdavimlər qaçdırır. Fərdi qiymətləndirmə aparır, o demək deyil ki, gündəlik qiymət yazıram. Fərdi qiymətləndirmə. Digər dərslərdə elədilər, dərsin əsas hissəsində, yəni uşaqlardan sual-cavab eləyir, görür şagird nəyə qadirdir. Bizim dərsdə də, məsələn, deyək ki, hərəkət texnikası veribsən və ya hər hansı bir oyun veribsən, orada baxırsan, şagirdlərə fikir verirsən ki, məsələn, Rəsul Elcandan daha yaxşı bu günləri hərəkəti yerinə yetirdi, komanda yoldaşı ilə düzgün rəftar eləyir, rəqib komandanı nevlətmir, onlarla dalaşmır, fərdi qiymətləndirməni apardın. İndi sən bu Rəsula qiyməti harda verəsən? Dərsin tamamlayıcı hissəsində. Yəni, qiyməti nümayiş etdirirsənsə, yəni mən Rəsul bu günləri sənə 5 verəcəm. Qiymətləndirmənin nəticəsini elan edirəm. Elcan, bu günləri sən burada səhv elədin, komanda yoldaşlarına düzgün münasibət qurmursan, sənə bu gün 3 verəcəm və ya 4. Yəni, nəticələri elan edirsənsə, deməli, olacaq tamamlayıcısa dərsin sonunda. O vaxtda necə idi? Müəllim deyirdi, abala, gündəlik gətirib qiymət yazma, o vaxt eləydi axı. Deməli, o vaxtda, bu vaxtda nə vaxt icra olunurdu? Dərsin sonunda. Tamamlayıcı hissədə. Amma fərdi qiymətləndirmə aparır. Biz şagirdi tək-tək qiymətləndiririk. Harda gördük qiymətləndirdik? Əsas hissədə. Amma qiyməti tamamlayıcı hissədə veririk. Yəni, nəticəsini elan edirik. Gündəliyə qiymət yazaraq tamamlayıcı hissədə.
nəticəyə gəldik ki, bu günlər bu şagirdə 5 verəcəm. Fərdi qiymətləndirməni harda aparırıq? Əsas hissədə. Şagird fəaliyyəti. Şagird fəaliyyəti nədir? Oyunları, estafetləri, hərəkət komplekslərini yarış rejimində yerinə yetirir. Yerinə yetirir, icra edir. Kimin işidir? Həmişə şagirdin işidir. Bəs hardan bilək ki, bu dərsin əsas hissəsinə aiddir? Oyunları, estafetləri, hərəkət komplekslərini yarış rejimində, yoldaşlar, oyunlar, estafetlər, hərəkət kompleksləri harda keçirirdik? Dərsin giriş hissəsində oyun var idimi? Oyun haqqında sərcədə məlumat verə bilərdik. Və ya hərəkət qabiliyyətlərinin inkişafı haqqında məlumat verə bilərdik. Estafet keçirmək, oyun keçirmək harda var idi? Dərsin əsas hissəsində. Hazırlayıcı hissədə nə idi? Sadəcə şagirdi o vəziyyətə hazırlayırdın. Keçirtmirdin orada oyun, estafet falan. Sadəcə hazırlayırdın. Dərsin əsas hissəsində oyunları, estafetləri, hərəkət komplekslərini yarış rejimində yerinə yetirir. Kim? Şagird. Yerinə yetirən həmişə şagirddir. İcra edən, yerinə yetirən şagirddir. Oyunlar və estafetlər deyirsə, deməli hansıya aiddir? Əsas hissə. Sonra baxaq növbətdəyinə şagird fəaliyyəti. Komandalı fəaliyyət zamanı əməkdaşlıq qurur. Əməkdaşlıq quran həmişə kim olacaq? Şagird. Müəllim komandalı fəaliyyət dediyində uşaqlarla qoşulub futbol oynamır ki. Əməkdaşlıq quran deməli kim oldu? Həmişə şagirddir. Komandalı fəaliyyət varsa, deməli komandalar bölmüşəm, oyun oynadıram. Bu harda olacaqdı? Harda oyun oynayırdı? Komandalı fəaliyyət harda gördü əsasən şagird? Əsas hissədə. Deməli, əməkdaşlıq quran kimdir? Şagird. Komandalı fəaliyyətdən də bildik ki, bu hansı hissəyə aiddir? Dərsin əsas hissəsinə. Sonra, baxaq tamamlayıcı hissənin strukturu. Tamamlayıcı hissə orqanizmin, sistemlərinin dərsdən əvvəlki vəziyyətinə qaytarılması üçün tənəffüs və bərpa-edici hərəkətlərin icrası, dərsin yekunlaşdırılması və qiymətləndirməsi üçün istifadə olunur. Dərsin tamamlayıcı hissəsi giriş hissəsi kimi 3-5 dəqiqə ərzində aparılır. Tamamlayıcı hissənin böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır ki, bu da orqanizmin normal fəaliyyətlə gətirməyə bərabər, həm də zehni yorğunluğu aradan qaldırmaqdan ibarətdir. Sonra tamamlayıcı hissədə dərsə yekun vurulmalı, şagirdlər qiymətləndirilməli, çünki qiymətləndirmənin nəticəsini burada elan edirik. Dərs vaxtı özünü nümunəvi aparanların, hərəkəti yaxşı icra edənlərin adı çəkilməli və yüksək mədəniyyət nümayiş etdirənlər rəğbətləndirilməlidir. Oyun zamanı qaydanı pozan, öz hərəkətləri yoldaşlarını təngə gətirən uşaqlar tənbih edilməli və onlarla qısa müddətli tərbiyəli söhbət aparmalıdır. Bunların hamısı harda olur? Bunların hamısı olur dərsin tamamlayıcı hissəsində. Nəticələri elan elədik, özünü düzgün aparmayan şagirdləri tərbiyəli söhbət apara bilərik, ona tənbih eləyə bilərik. Hamısı dərsin tamamlayıcı hissəsində olur. Dərsin sonunda bir də kiçik və orta templi mütəhərrik oyunlar keçirmək olar. Əsasən bu da nə üçündür? Orta tempi aşağı veririk ki, şagird hərəkəti yerinə yetirsin, bədən əvvəlki formaya qayıtsın. Yəni ona görə kiçik və orta templi yazıb. Yəni maksimal tempdə yox, yüksək tempdə yox. İndi baxaq tamamlayıcı hissədə müəllim fəaliyyəti və şagird fəaliyyətinə. Deməli, müəllim fəaliyyəti nədir? Bərpa edici hərəkətlərdən istifadə edir. Bərpa edici, relaks edici eyni şeydir. Bərpa edici və relaks edici hərəkətlərdən istifadəni təmin edən kimdir? Necə demişdik? Təmin, tərtib, təşkil. Kimin işidir? Müəllimin. Buradan bildik ki, müəllimin işidir. Bəs bərpa edici hərəkətlər harda olurdu? Olurdu dərsin sonunda. Bədənin bərpası üçün hərəkətlər, tənəffüs hərəkətləri falan yerinə yetiririk. Orqanizmin bərpasına çalışırıq bu hərəkətlər, istifadə edirik. Əzələlərin boşaldıcı hərəkətlərinin, tənəffüs hərəkətlərini yerinə yetiririksə, bunların hamısı olur tamamlayıcı hissədə. Bərpa edici hərəkətlərdən istifadəni təmin edən təmini müəllim edir. Bərpa edici hərəkətlər harda olurdu? Tamamlayıcı hissədə. Qiymətləndirmənin nəticələrini elan edir. Deməli, qiyməti harda verdi? Əsas hissədə. Fərdi qiymətləndirməni orada apardı. Onun nəticələrini şagirdə nə vaxt dedi? Tamamlayıcı hissədə. Əsas hissədə deyəsən nə olardı? Təsəvvürün əsas hissədə şagirdə deyirəm ki, oynadı, biraz can fəşanlıq göstərdi, hərəkətləri düzgün elədi. Deyən ki, saat 5 yazıram, gündəliyini gətir. O uşaq 5 alandan sonra fəaliyyət eləyərmi? Elə də maraq oyanarmı o uşaqda? Yox. Ona görə əsasən nə zaman verirəm qiyməti, nəticəsini elan edirəm dərsin tamamlayıcı hissəsində.
Ev tapşırığı verirəm. Ev tapşırığını necə verirəm? Əsasən baxıram ki, uşaq nələrdən zəifdir. Həm qiymətləndirmə nəticəsini elan edirəm. Görürəm hər hansı bir şagird hərəkət texnikasını düzgün yerinə yetirmədi, hər hansı bir hərəkəti düzgün eləmədi. O zaman nə edirəm? Şagirdə ev tapşırığı verirəm. Bu da nə zaman olur? Ev tapşırığı da olacaq tamamlayıcı hissədə. Şagird fəaliyyəti. Şagird fəaliyyəti orqanizmin bərpasına çalışır. İstifadəni təmin edən müəllim idi. Çalışan, icra edən kimdir? Həmişə şagirddir. Orqanizmin bərpasına çalışan, tənəffüs hərəkətlərini yerinə yetirən şagirddir. Bax, elə ikincidə də var. Əzələnin boşaldıcı və tənəffüs hərəkətlərini yerinə yetirir. Yerinə yetirən şagirddir. Əzələləri boşaldıcı və tənəffüs hərəkətlərini yerinə yetirən həmişə şagird olur. Öz nəticəsini təhlil eləyir. Biz şagirdə qiyməti tamamlayıcı hissədə açıqladığımıza görə, məsələn, bu günləri sən 3 aldın, ay Elzan, məsələn, və ya Nadir, sən bu gün 4 aldın. Şagird 3 alandan sonra Elzan öz nəticəsini təhlil edəcək ki, müəllim mənə nə üçün 3 verdi və ya müəllim mənə Nadir təsəvvür edir ki, müəllim mənə nəyə görə 4 verdi görən, nəyi səhv elədim, nəyi düz elədim, nəticəsini təhlil edən kimdir? Nəticəni şagird alır da, müəllim özünə qiymət vermir ki, şagirdə qiymət verir. Deməli, öz nəticəsində təhlil edən kim olacaq? Şagird. Bu da dərsimizin hissələri və onların müəllim-şagird fəaliyyəti. Ən çox müəllimənin işə qəbulundan olsa bu düşür. Müəllim-şagird fəaliyyəti. Yəqin ki, sertifikasiyada əsasən bunlardan suallar salacaqlar.